Salam dostlar, mən Onur Rəsulov, Azfin Labdan. Bu videoda biz bugün dünən Amerikadan açıqlanan əmək bazarı ilə bağlı göstəriciləri şərh edəcəyik. Əgər siz ümumiyyətlə maliyyə bazarında investisiya edirsinizsə və yaxud da burada ticarət edirsinizsə və yaxud da ümumiyyətlə maliyyə bazarından yaxından uzaqdan əlaqəniz yoxdursa belə, cibinizdəki pula nə ola bilər? Bu videonun sonuna qədər izləyin, görəcəksiniz. Deməli, ilk öncə Amerikada dünənlərim açıqlanan əmək bazarı ilə bağlı göstəricidə biz görürük ki, non-farm payrolls, yəni qeyri-kənd təsərrüfatı sahəsində yeni yaradan iş yerlərinin sayı 130 min açıqlanmış oldu. Halbuki 66 min proqnoz edilmişdi. Yəni gözləntidən çox daha yaxşı açıqlanmış oldu. Ümumi işsizlik səviyyəsi isə 4,4%-dən 4,3%-ə enmiş oldu ki, bu da müsbət tendensiyanın olduğunu göstərir. Amma hələ də ümumi işsizlik səviyyəsi federal ehtiyatların əsas hədəf səviyyəsindən yüksəkdir. Yəni onu aşağı çəkməsi lazımdır. Bunu da necə edə bilər? Təbii ki, faiz dərəcəsini aşağı salmaqla, iqtisadiyyatı stimullaşdırmaqla, pul kütləsini artırmaqla belə deyək, həmin işsizlik səviyyəsini aşağı çəkə bilər. Həmçinin bu həftə, yəni cümə günü sabah Amerikadan inflyasiya göstəricisi açıqlanacaq. İnflyasiyanın da 2,5 olacağı gözlənilir. Lakin burada önəmli bir nüans var. Əgər siz ümumiyyətlə bu datalara baxıb ticarət edirsinizsə, yanıla bilərsiniz. İndi bu datalar necə əldə olunur, ona baxmaq lazım. Yəni işin pərdə arxasına baxmaq lazımdır. Ümumiyyətlə non-farm payrolls datası Bureau of Labor Statistics tərəfindən, yəni Əmək Statistika Bürosu tərəfindən 119 min müəssisə arasında sürətli sorğu əsasında, ya telefonla zəng edirlər və ya current employment statistik deyə sorğu göndərirlər və onlardan soruşurlar ki, siz məsələ bu ay nə qədər iş yeri açmaq düşünürsünüz və ya da nə qədər iş yerini ixtisar etməyi düşünürsünüz? Bu burst desk modelindən istifadə edirlər. Yəni açılan şirkətlərin nə qədər işçi götürmə potensialı var və bağlanan şirkətlərin təxmini nə qədər işçi ixtisar etmə potensialı var. Bunun əsasında bu sorğuları belə deyək aparırlar və nəticələri açıqlayırlar. Çünki tutaq ki, yanvar ayında qeyri-kənd təsərrüfatı sahəsində, yəni uzun müddətli kontraktlar 130 min olub. Bura qədər hər şey yaxşı görsənir. Amma bir problem var ki, hər il bu dataları, aylıq açıqlanan bu dataları ildə bir dəfə həmin o Bureau of Labor Statistics revision edir. Yəni reviziya edir və real nəticəni görmək istəyir. Bəs real nəticəni necə görür? Təbii ki, vergi sənədlərinə baxaraq. Çünki tutaq ki, bir müəssisə deyir ki, mən 1000 iş yeri və ya 500 iş yeri açacağam yanvar ayı üçün və ya nə bilim növbəti ay üçün. Artıq real vergi sənədlərinə baxanda həmin o şirkətin neçə iş yeri açdığını dəqiq görə bilirlər. Tutaq ki, bir şirkət deyir ki, mən 500 iş yeri açacağam, amma reallıqda həmin o vergi sənədlərinə baxıb görürlər ki, cəmi cümlətən məsələ 50 iş yeri açılmış həmin şirkət. Və bu baxımdan onu revision edirlər ki, real nəticəni görsünlər. 2025-ci ilin nəticəsini revision ediblər və nəticə əslində çox narahat edici açıqlanıb. Diqqət etirin, 2025-ci ilin həmin o revision olunmuş benchmark göstəricisində qeyd edilir ki, sən demə 2025-ci ildə açıqlanan həmin o non-farm payrolls göstəricilərinin 862 min iş yeri əslində reallıqda açılmayıbmış. Yəni göstəriləndə belə deyək, fərzdəki 1 milyon iş yeri açıldığı göstərilib 2025-ci il üçün, amma reallıqda bunun o revision olunandan sonra 862 mininin açılmadığı göstərilir. Əslində bu çox böyük bir göstəricidir. Və bu göstərici 2008-2009-cu maliyyə böhranından sonra ən böyük bir revisiondur. Ən böyük bir belə deyək, açılmayan iş yerlərinin olduğunu göstərir. Yəni ümumi olaraq isə 2025-ci il üçün təxminən 158 min iş yeri açılıbmış. Bu da aylıq ortalama qeyri-kənd təsərrüfatı sahəsində əslində ortalama 14 min iş yerinin açıldığını göstərilmiş təxminən. Yəni 130 min iş yerinin açılması əslində hələ əmək bazarının strukturunu tam olaraq əks etdirmir. Bəs bu nədən xəbər verir? Deməli 2023-cü ildə də həmin o revision olunanda yeni iş yerlərinin açılmasında azalma olub. 2024-də də, amma 2025-ci ildə 862 min əslində iş yerinin açılmamasının göstərilməsi böyük bir belə deyək çöküşün olduğunu göstərir. Qeyd edim ki, 2024-cü ildə ümumi açılan iş yerlərinin sayı 1,46 milyon olmuşdu. Amma 2024-cü ildə bu göstərici əslində əmək bazarının strukturunun çox kövrək olduğunu göstərir. Əlavə olaraq federal işçilərin ümumi belə deyək, sayında da kəskin azalma var. Diqqət edin, 2026-cı, yəni 2025-ci ildə təxminən bu göstərici 2,68-2,70 milyon olub ki, bu da təxminən 1965-ci ilin göstəricisi ilə eynidir. Yəni son 60 ilin ən aşağı göstəricinə yaxındır. Və bütün bunlar əslində əmək bazarında bir struktur dəyişikliyinin olduğunu göstərir. Təbii bu iş yerlərinin açılmama səbəbi kimi bir neçə faktor ola bilər. Birincisi yeni açılan şirkətlərlə bağlı gözləntilərin yüksək olması. Çünki həmin o Bureau of Labor Statistics hesablama apararkən tutaq ki, onlar qeyd edir ki, məsələn, keçən ilin bu vaxtı, məsələn, deyək 50 min şirkət açılmışdı, yeni şirkət açılmışdı və ya da yeni müəssisə açılmışdı belə deyək. Bunlar da təxminən ortalama hesablayırlar ki, 100 min yeni iş yeri yaradır. Və yaxud da ki, məsələn, keçən ilin bu vaxtı fərz edək ki, 20 min şirkət bağlanmışdı. Bunların da təxminən, məsələn, ortalama deyirlər ki, 50 min iş yerini belə deyək də ixtisar etmişdi. Bu hesablama metodundan istifadə edilir. Amma reallıq isə tam fərqli olduğunu göstərir. Yeni iş yerlərinin açılmama səbəbi kimi faizlərin yüksək olmasıdır ki, əgər belə deyək federal ehtiyatdan faiz dərəcəsi, kredit faizləri yüksəkdirsə, bir çox müəssisələr buna tab gətirə bilmir, borclanma faizlərindən dolayı ya tez bağlanır və yaxud da yeni müəssisələr sən demə Bureau of Labor Statistics'in təxmin etdiyi qədər yaranmayıb, yəni açılmayıb o qədər. Yəni onların o burst deyək də doğulması, həmin yeni müəssisələrin doğulması sən demə Labor Statistics'in gözlədiyi qədər deyilmiş. Və bir də təbii ki, süni intellektin də təsiri vardır ki, süni intellekt də bir mənada yeni iş yerlərinin açılmasındakı sayın azalmasına səbəb ola bilər. Çünki adi bəzi müəssisələrdə, xüsusilə belə deyək,
xidmət sektorunda, məsəl üçün deyək ki, və yaxud da məsələn hüquq və ya maliyyədə tutaq ki, əvvəl siz 10 işçi götürürdünüzsə, artıq bir senior işçi götürürsünüz. O süni intellektin vasitəsilə yerdə qalan 9 işçinin işini belə deyək, icra edə bilir. Bunun da təbii ki, təsiri ola bilər. Amma bu bizə nədən xəbər verir? Əgər Amerikada əmək bazarının strukturu düzgün deyilsə, deməli federal ehtiyatlar qaçınılmaz olaraq faizləri aşağı çəkməlidir. Hal-hazırda federal ehtiyatların faiz dərəcəsi 3,75%-dir. Federal ehtiyatlar faiz dərəcəsini aşağı çəkməlidir ki, kredit faizləri ucuzlaşsın, investisiya təşviqini artırsın, müəssisələri belə deyək də daha çox şirkətlərin yaranmasını, investisiyanı təşviq etsin ki, əmək bazarının strukturu normallaşsın, belə deyək də normala çevrilsin. Və burada ən önəmli faktor odur ki, əgər əmək bazarında problem var isə, işsizlik artırsa, yeni iş yerlərinin sayı artmırsa, burada ciddi mənada problem yaradır Amerikan iqtisadiyyatı üçün. Çünki Amerikan iqtisadiyyatının 70%-i daxili istehlakdan formalaşmış olur. Yəni əgər yeni iş yerləri yaradılmırsa, bir tərəfdən yığılan vergilərdə azalma olur, eyni zamanda istehlakın da azalmasına səbəb olur ki, bu da təbii Amerikan iqtisadiyyatını resessiyaya apara bilər. İndi xüsusilə Trump administrasiyasının federal ehtiyatlara durmadan təzyiq etmə səbəblərindən birisi də əslində onlar real mənzərəni bilirlər. Hətta bilirsiniz, Trump federal ehtiyatların rəhbərini təhqir edirdi ki, faizləri niyə aşağı salmırsınız? Faizləri aşağı salması lazımdır. Bir digər ən önəmli faktor isə belə deyək, Trump administrasiyasını narahat edən ən önəmli faktorlardan birisi təbii ki, Amerikan xəzinə istiqrazlarının faiz gəlirliyi, yəni yieldsdir. Diqqət yetirin, 10 illik faiz gəlirliyi, həmin istiqrazların 10 illik, belə deyək, 10 illik Amerikan xəzinə istiqrazlarının faiz gəlirliyi hal-hazırda 4,17%-dir. Yəni bu kifayət qədər yüksəkdir Amerika üçün. Bir nüansı qeyd edim ki, Amerika 2,5 faizlə borclanma üçün bu il ərzində 10 illik xəzinə istiqrazlarının 2,5%, ortalama 2,5% borclanmasına görə belə deyək, 1 trilyon dollar faiz ödəyəcək. Bu Amerikanın hərbi büdcəsinə bərabərdir. İndi təsəvvür edin ki, indi hal-hazırda Amerikanın borclanma faizi 4,17-dir. 4,17-dirsə, bu 2,5%-dən təxminən belə deyək 2% artıq deməkdir. Və Amerika artıq bu faizindən, yəni 4,17%-dən borclanırsa, deməli o faiz üçün artıq Amerika 2 trilyon dollar ödəməli olacaq. Yəni belə deyək, borclanma faizi artır. Ona görə durmadan federal ehtiyatlara təzyiq etmə səbəbi odur ki, faizləri aşağı çək, o benchmark faizini aşağı çəkməsinə təzyiq etmə səbəbi odur ki, əsas hədəf həmin bu istiqraz faizlərini aşağı çəkməkdir. Ki ona hələ ki nail ola bilməyiblər. Bir digər önəmli faktor da ondan ibarətdir ki, indi bu faizləri aşağı çəkmək o qədər də asan deyil. Birinci nüans ondan ibarətdir ki, bildiyimiz kimi Amerikanın ümumi borcu 38 trilyon dollardır təxminən. 38,7-dir ya 9 belə bir şeydir. Və bu borcun təxminən 25-30%-i belə deyək digər dövlətlərin əlində saxlanılır. 70-75% isə belə deyək daxilə olan borcudur. Bu xarici dövlətlərdən də ən böyük belə deyək borc əlində saxlayan Yaponiyadır. 1,2 trilyon dollar. Sonra gəlir İngiltərə. Bu yer gəlmişəm bu il ərzində təxminən 11% artırıb Yaponiya həmin o istiqrazların alımını. Əlavə olaraq İngiltərə 888 milyard dollar, ondan sonra Çin gəlir 682 milyard dollar. Qeyd edim ki, 10 il əvvəl Çin Amerikanın 1,3 trilyon dollarlıq istiqrazlarını əlində saxlayırdı. Amma diqqət etirsəniz, Çin onu əhəmiyyətli dərəcədə azaldır və hətta keçən həftə Shipping öz banklarına göstəriş təlimat verir ki, Amerikan xəzinə istiqrazlarının alımını dayandırsın və əllərindəkini də tədricən azaltsınlar. Belə olan halda, təbii ki, bu istiqraz bazarında əgər digər dövlətlər tərəfindən tələb yaranmırsa, burada da faizlərin artması müşahidə oluna bilər. Bir digər önəmli nüans da bildiyimiz kimi Yaponiyada yeni gələn hökumət belə deyək qida və belə deyək istehlak məhsullarında ümumiyyətlə vergiləri 8% vergini 2 il müddətinə aradan qaldırmağı düşünür. Bəs bunu da etmək təbii ki, asan deyil. Çünki Yaponiya ən çox borc olan dövlətlərdən birisidir. Təxminən ümumi daxili məhsulun 230%-dən belə deyək nisbəti borcun ümumi daxili məhsuluna nisbəti 230%-dir. Və o halda siz vergiləri bir anda yığışdıra bilməzsiniz. Bəs həmin hökumət nəyi düşünür? Nə etməyi düşünür? Yaponiyanın yeni hökuməti əlində olan həmin o xəzinə istiqrazlarını satıb onu yenaya çevirib və həmin o vergidən yaranacaq büdcə kəsirini həmin o belə deyək istiqrazlardan əldə etdiyi gəlirlə bağlamağı düşünür. Niyə görə? Çünki deyilənə görə indi Yaponiyanın 1,2 trilyon dollar Amerika xəzinə istiqrazlarının əlində saxlayır və bu dollardadır təbii. Yenada dollara qarşı belə deyək tarixi minimumlarındadır. Yəni 1 dollar 155-160 yena ətrafındadır. Siz bunu bu istiqrazları dollarda satırsınız, sonra dolları yenaya çevirirsiniz. Təxminən 50 trilyon dollar mənfəət hesablanır. Və o mənfəətlə çox rahat bir şəkildə öz belə deyək büdcə kəsirlərini bağlaya bilirsiniz. Təbii ki, bunu etmək o qədər asan deyil. Birincisi anidən belə bir satış gələrsə, bu Amerika ilə Yaponiya arasında böyük bir gərginliyə səbəb ola bilər. İkinci tərəfdən də əgər həmin belə deyək Yaponiya hökuməti o istiqrazları satarsa, o zaman əlində olan son gülləni atmış olursunuz bir mənada. Yenanı sonra nə ilə dəstəkləyəcəksiniz? Çünki həmin Amerikanın borcunu Yenanın Yaponiyanın əlində saxlaması bir mənada onu rezerv kimi düşünür ki, yəni Yenanı dəstəkləyən arxasında belə deyək 1,2 trilyon dollarlıq Amerikan xəzinə istiqrazları var. Bir an onları satırsınız, qısa müddətli işinizi görürsünüz, amma uzun vədədə düşünəndə artıq Yaponiya iqtisadiyyatında problem olanda yenanı nə ilə dəstəkləyəcəksiniz? Çünki artıq rezerviniz qalmış. Həm də bu yenanın bahalaşmasına səbəb ola bilər və əlavə olaraq da Yaponiyanın ixrac potensialını da zədələyə bilər. Lakin burada önəmli olan nüans odur ki, əslində bond bazarında, yəni istiqraz bazarında əslində narahatçılıq var. Yəni Çin istiqraz alışını dayandırır və tədricən azaldır. Hindistan da azaldır, Braziliya da azaldır. Digər tərəfdən Yaponiyanın belə düşünməsi var ki, tədricən əlində olan istiqrazları satım. Bütün bunlara nəzər yetirdikdə təbii ki, bu faizlərin aşağı gəlməsi də çox çətin görünür. Ona görə də Trump durmadan bu faizlərə
federal ehtiyatlara faiz, benchmark faizi aşağı salmaqla bağlı təzyiq edir. Bəs yaxşı, bu nə ilə nəticələnəcək? Yəni onun bizə praktik olaraq nə təsir olacaq? Diqqət etirin. Bununla bağlı mən öz YouTube kanalımda hətta video çəkmişdim. 2025-in əvvəlindəki dolların ucuzlaşması qaçınılmazdır. Diqqət etirin. Dolar 2025-ci il, yəni təxminən 1 il müddətdə təxminən 13% dəyər itirib. Baxın. Təxminən 13% ucuzlaşıb 1 il içərisində. Və heç nə etmədiyiniz halda təxminən 13% belə deyək, dollar dəyər itirib. Və bunun mən təxminən 5-6%-də daha ucuzlaşacağını düşünürəm. Çünki əmək bazarında neqativ tendensiya var. Bir digər tərəfdən istiqraz faizlərini aşağı çəkmək istərsinizsə, federal ehtiyatlar mütləq faizləri aşağı salacaq. Faizləri aşağı salacaqsa, dollar uzun vədə ucuzlaşacaq. Dolların ucuzlaşması qlobal bazarlarda inflyasiyanı artıracaq, həmçinin qızılın qiymətinin yüksəlməsinə, digər valyutaların dollara qarşı bahalaşmasına səbəb olacaqdır və həmçinin də belə deyək, digər ümumiyyətlə məhsullarda da inflyasiyadan dolayı qiymət artımı müşahidə olunacaqdır. Yəni əslində qlobal belə deyək bazarlarda inflyasiya faktoru daha da güclənmiş olacaq ki, inflyasiyadan da sığortalanmaq üçün ya qızıla müəyyən mənada yatırım etmək lazımdır. Və yaxud da ki, hard asset dediyimiz belə deyək daşınmaz əmlak ola bilər və yaxud da ki, müəyyən elə deyək, önü açıq sektorlar ola bilər ki, səhəm bazarlarında onlara yatırım etmək olar. Çünki dolların ucuzlaşması fonunda bazarda pul kütləsi artırsa, federal ehtiyatlar genişləndirici pul siyasəti yeridirsə, yəni sadə dillə desək, kredit faizlərini aşağı salırsa, bu halda səhəm bazarına da müsbət təsir edir və səhəm bazarda yüksəlməyə doğru gedir. Belə dostlar, ümid edirəm faydalı olmuşdur. Sadəcə burada çatdırmaq istədiyim real dataları şərh etmək və onun arxasındakı belə deyək, nüansları sizin diqqətinizə çatdırmaq idi. Ümid edirəm faydalı olmuşdur. Təşəkkür edirəm.